Bəzən qəza olur, sürücülər avtomobilləri çəkmirlər ki, sığorta gələcək. Nəticə etibarilə tıxac yaranır da. Halbuki bildiyim qədərilə fotolarını çəkə bilərlər və avtomobilləri ərazidən kənarlaşdıra bilərlər. Məlumat doğrudurmu və sürücülərə tövsiyəniz nədən ibarət? Bəli, belə hallarla biz çox halda rastlaşırıq. Vətəndaşlarımızdan bu nöqtədə xahişimiz odur ki, sığorta şirkətinə məlumat verməkləri və şəkilləri çəkməkləri kifayətdir. Şəkilləri çəkdikdən sonra nəqliyyatın bərpa oluna bilməsi üçün həmin avtomobilləri hadisə yerindən kənara, yol kənarına çəkərək digər nəqliyyat vasitələrinin keçidinin təmin edilməsinə kömək etməsini xahiş edirəm hamıdan. Sığorta şirkəti həmin şəkillərdən istifadə edərək zərərlərin tənzimlənməsini həyata keçirəcəklər. Bəzi hallarda forma 4 məlumatları baxımından da, yəni polis də həmin şəkillərdən istifadə edə bilir. Avroprotokol dediyimiz layihə də var. Əgər hər iki tərəf razıdırsa, hər hansı bir qarşılıqlı razılaşma varsa və zərər 1000 manata qədər olma ehtimalı varsa, yəni vətəndaşlar aşağı-yuxarı onu bilirlər də, yəni zərər nə qədər ola bilər. 1000 manata qədərdirsə, orada sövdələşərək rahatlıqla hərəkət edə bilərlər. Çünki Avroprotokol sayəsində daha sadə şəkildə həmin hadisələr tənzimlənə bilər.